Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, gözəl bir yerdə, hündür yerdə, ATV-lər məhəlləsi deyilən ərazidə 4 sotun içində gözəl, demək hörmətli izləyicilər, ev super ev çıxacaq. Yəni qoyun nəzərinizə çatdırım, 4 sotun içindədir. Demək birinci mərtəbə monolit, ikinci mərtəbədə monolitdir. Yəni bunların nəzərinizə çatdıracaq, otaqların da genişi ev 11.50-nin 12 metrəyə ev inşa olunub. 4 sotun içindədir. Evin hər tərəfi də açıqdır, havalanmaya tam uyğundur. Demək ev sahibi həyət bacanı da düzəldəcək. Demək orada bir beşetka düzəldəcək, hörmətli izləyicilər. Nəzərinizə çatdırım, orada bir dənə beşetka düzəldəcək. Yəni yayda zətdə oturmaq üçün. Evin hər tərəfindən fırlamaq mümkündür. İndi siz nəzərinizə bax, beşetkanın yerin zadını demək olar, bax görürsünüz, demək olar hazır eləyib. Fikir verin. Bax, evin arxasına tam keçmək mümkündür. Fikir verin, hörmətli izləyicilər. Məsafəsi də var. Bütün evin qurğabı 4 sotun içindədir. Sənədi, bələdiyyə sənədidir, kupçaya gedən demək, arxivli sənəddir. Bunu nəzərinizə çatdırım ki, yəni arxivi də var. Bu hündürlük verir, hündürlük. Bunu nəzərinizə çatdırım ki, hörmətli izləyicilər. Baxın, bax, monolitdir, birinci mərtəbə. Bunu sübutunu göstərirəm, qoşa daşdır hər yerə. Bax, düz splaşın evin hər tərəfi monolitdir. Bu evin bu tərəfindən girib, bu tərəfindən çıxma mümkündür. Hörmətli izləyicilər, bu yer tərəfdə də 3 metr ev sahibi yer saxlayıb, həyətdə də bir dənə sanitar qopşağı düzəldib, təmir olunub veriləcək. Evdə hal-hazırda işlər gedir. Biz sadəcə hörmətli izləyicilər, bilsən niyə çəkirik bunu? Yəni bu evi biz indidən çəkirik ki, kim istəsə gəlib bu evi öz istədiyi zövqlə də yığdıra bilər. Biz bir dəfə də təmiri vəziyyətdə çəkəcəyik. Hal-hazırda bugünkü vəziyyətdə ev haqqında məlumatlarını verim ki, yəni ev həqiqətən çox gözəl, fundamenti qəşəng gözəl bir tikilmiş evdir. Keçən indi giriş darvazası putla idarə olunacaq. Əlavə əl qapısıdır. Həyət də genişdir, ürək açandır. Keçən indi evin içi ilə tanış olaq. İndi proyektlərə baxın, o evin otağın genişliyinə baxın. Qalxırıq yuxarı. Üzü ağlar tam vurulacaq. Özü ev həqiqətən çox viddi fasonlu ev olacaq. Hörmətli izləyicilər, bu nəzərinizə çatdırım. Birinci mərtəbəmiz istipoldur. Kollektor sistemin yığım indi göstərəcəm. İkinci mərtəbədə istipoldur. Çünki hamısı betondur deyə. Genişliyinə baxın bir dənə. Buranın genişliyi haradasa 2-3 metrə yaxındır, rahat. Bir adam ürəyə açılır içəri girəndə. Burada sağ tərəfdə mətbəx, 4-ün 5-ə 20 kvadratlıq mətbəxdir. Baxın, evi, yəni kim istəsə gəlib öz zövqü ilə aboyları seçə bilər, qapıları zövqlə seçə bilər. Yəni hal-hazırda bugünkü vəziyyətdə iş gedir. Bir dəfə də çəkiş aparacaq. Ayrıca onu da təmiri vəziyyətdə eləyəcək. Bax, bu hissəsi də, görürsünüz hörmətli izləyicilər, 4 metrin 8 metridir haradasa, 30 neçə kvadratdır. 32-35 kvadrat zalıdır. Yuxarılar, görürsünüz işlərin sadə, yəni çox belə figurlar yığılmır, sadə formada yığılır. Aşağıda bir yataq otağıdır. Otaqları geniş tamız. 4-ün 5-ə 20 kvadratlıq. Pəncərələrin hamısı işıqlı. Yuxarılar yenə görürsünüz hal-hazırda işlər gedir. Bugünkü vəziyyətdə ev hamma ideal vəziyyətdə təmir olunacaq. Kim istəsə yenə deyirəm, gəlib öz zövqünə uyğun yığdıra bilər. Qiyməti sonunda deyəcək tam təmir vəziyyətdə. Bura sanuzel hissəsidir. Sanuzeldə, yəni hamısı istipozat, hamısı sistem çəkilib. Hal-hazırda bir də geniş hamamı var. Demək, birinci mərtəbənin kollektoru. Görürsünüz, hörmətli izləyicilər. Bax, hamısı görürsünüz çəkilib. Birinci mərtəbənin kollektorudur. Gəl. Aşağıda bir qonaq otağı, bir yataq otağı, bir də mətbəx. Hərəsi geniş otaqlı. 20-20 kvadrat yataq otaqları. Bir mətbəxdən 20 otaq, ikisi 20 kvadratdır. Mətbəxdən yataq otağı. Zalda heç, 30-dan yuxarıdır. İkinci mərtəbənin dəhlizi yenə geniş, ürək açan. 4-ün 4-ə 16 kvadrat. Baxın. Geniş yataq otağıdır. Yuxarılarda sadə yığılır, çox belə figurlar verilmir. İndiki müştərilərin çoxu hamısı sadəliyə qaçır. Burada da eyni, haradasa 4-ün 80-ə zada olar. Bu da geniş, pəncərələr görsə hamısı açıqdır. Tam havalanmaya uyğun olan bir evdir.
4'ün 6'ya 24 kvadratlı bir yataq otağıdır. Baxın, çox gözəl bir geniş yataq otağıdır. Bu ikinci mərtəbənin hörmətli izləyicilər. Sanuzeldir, bir də yataq otağında var. Baxın, burada bir dənə sanuzel ikinci mərtəbə. Bir də 4'ün 5'ə 20 kvadratlı, burada da bir dənə sanuzeli var. Hörmətli izləyicilər, yataq otağında ayrıca hamam, sanuzel hamısı nəzərdə tutulub. Hörmətli izləyicilər, ben nəzərdə çatdırım, bütün nə varsa ev haqqında məlumatlarını sizə verdim. Ev hündür yerdədir, marşrutları da yaxın ərazidir, elə çox uzaq deyil. Qapının ağzına qədər demək olar, asfalt ərazidə yerləşir. Bələdiyyə qərarı var, arxiv sənədi var, qupç almaq üçün bunu nəzərdə çatdırım. 4 sotun içindədir. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmanı köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Ayınlar səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətli evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürmək yaddan çıxmasın hörmətli izləyicilər. Zəng vuran zaman mütləq kodlar lazımdır. Evin qiymətinə gələndə 270.000 start qiymət olacaq tam təmirli. Kim almaq istəsə gəlib öz zövqünə yığdıra bilər. Ev həqiqətən çox möhtəşəm bir ev çıxacaq. Evin yəni keyfiyyətində problem yoxdur. Gəlib sahibi ilə danışacaqsınız. Qiymətlərdə də endirim olacaq. Sona qədər izlədiyi üçün də təşəkkür edirik ki, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin, Allah satana da. Amin.